Gəlin baxaq, çerez sözünü zamanlarda necə istifadə edə bilərik və bunun tərcüməsi necə olacaq. Amma öncədən bir xahişim olacaq. Səhifəyə abunə olun və videonu like edin ki, hər gün belə tipi videolar qarşınıza çıxsın və siz də faydalanın. Bundan əlavə pulsuz Rus dilindən faydalanmaq istəyirsinizsə, hər gün 8:30-da və 23:00-da hər birinizi canlı yayımda gözləyirəm. Mütləq gəlin və bir yerdə yeni sözlər, cümlələr və yaxud sizi maraqlandıran Rus dili ilə bağlı mövzuları araşdıraq. Час. Bir saatdan sonra. Через год. Bir ildən sonra. Через месяц. Bir aydan sonra. Через неделю. Bir həftədən sonra. Через 2 дня. 2 gündən sonra. Через несколько минут. Bir neçə dəqiqədən sonra. Через год. Через 3 года. 3 ildən sonra. Через день. Bir gündən sonra. Через некоторое время. Bir müddətdən sonra. Əzizlərim, müəllimsiz, kurssuz, 3000-dən artıq cümlələr birərək sərbəst Rus dilində danışmaq istəyirsinizmi? Əminəm ki, istəyirsiniz. O zaman müəllifi olduğum bu kitabı mütləq əldə edin. Bu kitabda qrammatika filan yoxdur. Ancaq sizə lazım olan cümlələrdir. Hansın ki sayəsində istəyirsiniz mağazada olun, istəyirsiniz parka düşün, məsələn qonşunuzla danışmaq istəyirsiniz, istəyirsiniz nə bilim aeroportda olun, harda olursunuz olun, hər bir yerdə siz sərbəst Rus dilində danışa biləcəksiniz. Heç kimə də möhtac qalmayacaqsınız. Hər bir mövzunun qarşısında səhifəsi var, hara ki keçid edib birbaşa faydalana bilərsiniz. Bundan əlavə, əzizlərim, hərfi bilməsəz belə yenə də mütləq əldə edin. Çünki hər bir cümlənin qarşısında transkripsiyası var və əlbəttə ki tərcüməsi var. Bu kitabı PDF və ya çap variantında əldə edə bilərsiniz. 250 səhifədən ibarətdir, çox qalın bir kitabdır. 3000-dən artıq da cümlələr var içərisində. Yəni sərbəst, rahat şəkildə əldə edib faydalana bilərsiniz. Bunun üçün səhifədə göstərdiyim nömrəyə yaza bilərsiniz. Yəni nömrə də o qara şriftlə basırsınız və keçid edirsiniz birbaşa WhatsApp-a. Əgər çətindirsə direktə yazın və yaxud aşağıda verdiyim məlumatda orada da WhatsApp nömrəsi var. Dediyim kimi, hansı yaşınız olur olsun, hər biriniz üçün evdar xanımsınız, iş adamısınız, hər birinizə faydalı olan bir kitabdır. Güvənin, əldə edin. Suallarınız olanda hər gün canlı yayıma gəlin, suallarınızı verin, bir-bir sizə izah edəcəm. Sevə-sevə.